Səbr elə çıxar indi. Görəcək vaxtda girən var mı? Düz deyirsən. Gec olsun, amma qəşəng olsun. İnşallah, əlbəttə yaxşı olacaq. Görəcək vaxtda hazırlaşır mənim oğlum. Oğlumuz. Çıxdı deyəsən. Həsən, nə oldu? Hara düşmüsən? Həsən, nə oldu? İstədiyin ixtisasdır? Niyə sustun ay bala? Həsən. Həsən, ürəyimi partlatma. Tez elə. Həsən, nə oldu? Tez de. Qəbul oldu! Ay sən. Şuraya bax sənə. Təbriklər oğlum. Aslanım mənim. Ay sən. Şükür. Ay sən. Bilirdim qəbul olacaq. Təbrik edirəm səni. Universitetdə qəbul oldun. Ay, görürsən də bilirdim. Universitetə qəbul oldum ama bir arzum daha gerçəkləşdirdim. Sən bu dəqiqə yanımda olmasan da bilirəm. Hardansa görsən mən. Kəs sən də burada olardı. Düzdür. Sən qədər olmasa da Aytar da yaxşıdır. Çətinə düşəndə kömək eləyir. Həmişə yanındadır. Atam, Aylin. Amma bilirsən də ananın yerinə heç nə əvəz eləmir. Aytaç, inarsan axırıncı dəfə nə vaxt belə sevinmişəm, yadımdan çıxıb. Daha da yaxşılarına layiqdir. Elə bu nədir ki? Oğlumuz tələbə olub. Oğlumuz tələbə olub. Darıxacam ondan ötürü amma. Hələ bu qədər çox ayrı qalmamışdıq ondan. Nəsə qəribə oluram. Bir yandan da fikirləşirəm ki, Bakı kimi böyük yerdə tək neyniyəcək? Görən baş çıxara bilər. Narahat olma, yaxşı olar. Böyük oğlan da artıq. Tələbədir, məktəbli deyil. Sən narahat olma, inşallah yaxşı olar. Ay, inşallah. Aytaç, bilirsən, səhər istəyirəm Kəmaliyə zəng eləyim. Həsən şəhərə öyrəşənə qədər onlarda qalsın. Nə deyirsən sən? Həsən çox istəyirəm. Bir müddət məncə deyəcək nə qədər istəyir qala bilər. Valla mən də elə fikirləşirdim.